İnşallah bugünkü söhbətimiz bu sual ətrafında olacaq ki, ola bilsin bəlkə də silsiləvi olsun. Sualı bu cür qoyuruq. Sual bundan ibarətdir ki, İmam Hüseyin əleyhissalam Kərbəlada qiyam etməsəydi, əgər Kərbəla vaqiəsi baş tutmasaydı, İmam əleyhissalam özün, balaların, əzizlərin, qardaşların, qardaşı balaların qurban verməsəydi, nə olardı? Yəni, başqa sözlə desək, dövrün zalim hökuməti olan Tağut Yezidlə iş birliyinə getsəydi, onun istəklərinə təslim olsaydı və onun istədiyi beyəti ona təqdim eləsəydi, onda İslam ümmətin nə gözləyirdi, nə olacaqdı? Niyə görə İmam əleyhissalam 6 aylıq körpəsindən tutmuş, hər şeyin, malın, dövlətin, qızın, gəlinin, oğlun, qardaşı oğlun, hamısını qurban verdi qardaşların bu yolda. Nə olardı? Əgər İmam əleyhissalam onlarla razılığa getsəydi, onların istədiyi beyəti versəydi, Yezidə beyət eləsəydi, nə olardı? Əsl sualımız bundan ibarətdir. Amma bugünkü söhbətimizdə bu sualın cavabı üçün istəyirəm bir müqəddimə olsun. Müqəddimə ünvanındakı bir balaca Bəni Ümeyyə hökumətinin, yəni Muaviyə və Yezid hökumətinin əleyhimə lə'inullah iç üzünə bir balaca nəzər salaq ki, bunlar nə gündəydilər, nə inirdilər, nə oyun çıxardırdılar. Əllamə Məclisi rivayəti bu cür nəql eləyir ki, buradan bu rivayətlə başlayaq, yavaş-yavaş gedək qabağa. Yəqin ki, bu dediyim kimi bu silsilə var bir söhbət olacaq. Yəni 30 dəqiqə ilə, 35 dəqiqə ilə qutarılası bir şey deyil. Qalə Seyyidu fələmmə əsbəhəl Hüseyin aleyhisselam xərəcə min mənzilihi yəstəmi'ul əxbar fələqiyəhu Mərvanu ibnul Həkəm. Buyurur ki, İmam əleyhissalam evindən çıxdı, artıq demək olar ki, Yezidin beyət xəbəri gəlib çatıbdı İmam əleyhissalama ki, təxminən bilir ondan beyət tələb eləyəcəklər. Evdən çıxdı, küçədə Mərvan ibni Həkəm ilə qarşılaşdı. Allah lənət eləsin Mərvana da, onun atasına da. Vəzəğ ibnu Vəzəğ. Bildiyimiz kimi, Peyğəmbərin əxlaqına Qur'an-ı Kərim buyurur ki, İnnəkə lə'lə xuluqin azim. Həqiqətən sən bütün gözəl əxlaqların fövqündəsin. Yəni, bütün əxlaqları yıxsa, ya Rəsulallah, sənin əxlaqın yenə də hamısının üstündə olacaq. Belə bir insan kimisə təhqir eləyər, deməli, həmən şəxs təhqirdən də aşağıymış, necə ki, Quran deyir, Ulaikə kəl-ənam bəlhum adal, onlar heyvanlar, heyvandan da aşağıdılar. Həmən o heyvandan aşağı olanlardan bir də həmən bu kimidir, Vəzəq oğlu Vəzəq, bu Mərvan ibni Həkəm idi. Allahın lənəti olsun özünə də, atasına da. Var rivayətlərimizdə ki, İmam Baqir əleyhissalamdan da səhv eləmirsən, Həzrət buyurur, gətirdilər, Mərvan lənətullahi əleyh doğulmuşdu, gətirdilər Peyğəmbərin yanına ki, uşağı dua eləsin. İmam əleyhissalam buyurur ki, gətirdilər Peyğəmbərin yanına dua eləsin. Peyğəmbər buyurur ki, çıxardın rədd eləyən yanına Vəzəq oğlu Vəzəqi. Çünki İmam Peyğəmbər hər şeyin həqiqətinə baxır, nəinki zahirinə baxır. Bilirdi ki, bu necə şərəfsiz, necə alçaqdır. Nəysə, həmən bu Vəzəq oğlu Vəzəq İmam Hüseyin əleyhissalamın qabağını kəsir. Fəqalə ləhu ya Əba Abdillah, buyurur ki, ya Əba Abdillah, inni ləkə nasih fəəti'ni. Mən sənin xeyri istəyirəm, mənim sözlərimə qulaq as və mənə itaət elə. Gör, dünya nə yerə qalıbdır ki, Mərvan ibn Həkəm İmam Hüseyin əleyhissalamdan itaət istəyir. Sən mənim dediklərimə tabi ol və itaət elə. Fəəti'ni turşəd, əgər dediyimə baxsın, hidayət olacaqsın. Dağıla dünya, dağıl. Necə ki, Əli əleyhissalam buyurdu, Nəzzələni dəhr, sümmə nəzzələni qilə Aliyyun və Muaviyə. Həzrət Əmir əleyhissalam buyurur ki, məni o qədər aşağıladı bu dünya, bu zamanə məni o qədər aşağıladı, axırda gəllər məni Muaviyə ilə müqayisə elədilər. Əli əleyhissalamı yandırırdı, içi yanırdı Muaviyə ilə Əli əleyhissalam bir tərəziyə qoyanda. Sən təsəvvür edin ki, qızılla nəcisi bir-birinə müqayisə eləyəsən, o qızıl üçün ölümdür. Elədir, elədir. Qızılla nəcisi deyəsən, bu yaxşıdır ya bu. O qızıl üçün ölümdür, ölümdür. Əli əleyhissalam qızıldan da milyon dəfə yuxarı, Muaviyə isə nəcisdən də milyon dəfə aşağı. Gəlir görsən, Əli haqdır, Muaviyə. Ona görə Həzrət Əmir əleyhissalam buyurur ki, Nəzzələni dəhr, sümmə nəzzələni qilə Aliyyun və Muaviyə. Xülasə gör, zaman nə yerə gəlibdir ki, Mərvan ibn Həkəm Vəzəq oğlu Vəzəq, Vəzəq yəni kərtənkələ. Kərtənkələ oğlu kərtənkələ gəlir Hüseyin ibn Əliyə, Fatimənin balasına salamullahi əleyhim, deyir, sən mənə itaət elə, hidayət olarsan. İmam əxlaqı ilə cavab verir, buyurur ki,
Turşad fi dinike ve dunyak. Dininde de dünyada hidayet olarsan. Fekâlel Hüseyin aleyhisselam inna lillah ve inna ileyhi raciun. Yok böyle dedi ki yani Hazret buyurdu ki ve dedi ki hidayet olarsan. Fekâlel Hüseyin aleyhisselam ve ma zâke kul hatta esma. Neye dersen neye itaat edeyim ne söz kulak asım de eşidirəm seni. Fekâle Mervan inni amuruke bi bey'ati Yazid. Ben sana emr eləyirəm. Amuruke ha. Şeytan oğlu şeytan. Kertenkele oğlu kertenkele imama deyir ki sana emr eləyirəm ki Yezidə beyət eləsən. Çünki Mədinənin icra hakimi o dövrdə Velid ibn Uqbə idi. Mervan da onun sağ əli idi. Belə deyə də vitse prezident idi sanki Mədinədə. Birinci adam idi xəlifənin nümayəndəsindən sonra ikinci adam. Yəni birinci adam Velid ibn Uqbə idi, ikinci də Mervan idi. Çünki Mervan Osman'ın dövründə tam səlahiyyət sahibi idi. Osman ki qaynatası idi. Qaynatası hakimiyyətdən gedəndən sonra vuruldu, çıxarıldı, biraz sındırıldı. Amma yenə də hələ də qılıncın hələ dalda kəsildi qabaqda. Nəysə deyir ki, mən sənə əmr eləyirəm ki, Yezidə itaat eləsin. Amuruka bi bey'ati Yazid, əmiril müminin. Allah sizə lənət eləsin. Əmiril müminin özlə. Fəinnehu xeyrun ləkə fi dinikə və dünyak. Yezidə beyət eləməyin sənin dininə də və dünyana da xeyirlidir. Fəqalel Hüseyin aleyhisselam inna lillah və inna ileyhi raciun. İmam istirca elədi. Ərəblər müsibət baş verəndə, əzizi öləndə ya qeyri-adi bir müsibət baş verəndə istirca eləyərdir. İnna lillah və inna ileyhi raciun. Hamımız Allah üçünük və hamımız Allahın tərəfinə qayıdacağıq. Sonra buyurdu ki və aləl İslamisselam iz qəd bulyetil ümmətu bi ra'in mislə Yazid. Ərəblər iki cür salam verirlər. Bir görüşmə, qarşılaşma salamıdır. Gəlir məclisə girdiyə bir nəfər qarşılayır, deyir əssalamu aleykum. Bir dəfə də vidalaşma salamıdır. Məclisdən çıxıb gedəndə. İmam Əleyhisselam burada vidalaşma salamından deyir. Bizdə deyirlər məsələn əlvida ya məsələn deyək qeyri-mədəni məsələn bay bay, sağlıqla qal. Ərəblər onun da yerinə işlədirlər səlam, selamun aleykum deyib çıxırlar gedirlər. İmamın buradakı o salam o ikinci salamdan, yəni əlvida salamından. Həzrət buyurur ki, ələl İslamisselam. İslam'a gərək əlvida salamı verilsin, sağ ol, sağlıqla qal deyilsin. İz qəd bulyetil ümmətu bi ra'in misli Yazid. Əgərsə ümmətin başına Yezid kimi bir dənə şərəfsiz ra olacaq. Ra bir mənası çobandır, bir mənada riayət eləyənin nəzarətçi, nə bilim rəhbər. Əgər İslam ümmətin bir sürüyə bənzətsə, Yezid kimi bir şəxs onun üstə çoban olacaq, riayət eləyən olacaq, onu idarə eləyən olacaq. Onda gərək İslamın bizdə xətiblərdə Fatihəsi verilsin. Yaxşı sözdür, yəni kinayə ilə yaxşı sözdür. Öləndə necə Fatihə verirlər, imam demir Fatihə verilsin, imam deyir salam verilsin, yəni əlvida salamı verilsin. Niyə görə? İz qəd bulyetul ümmətu bi ra'in misli Yazid və ləqəd səmi'tu cəddi Rəsulullah sallallahu aleyhi və alihi və səlləm yəqul. Mən babam Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən belə buyurduğunu eşitdim. Nə buyurur Həzrət Peyğəmbər? Buyurur ki, əl-xilafətu muhərrəmətun əla ali Əbi Sufyan. Biraz ilıq su verir. Buyurur ki, cəddim Peyğəmbər buyurardı ki, xilafət Ali Əbi Süfyana haramdır. Yəni, heç kəsə icazə verilmir ki, Ali Əbi Süfyandan kimisə xilafətə gətirsin. Əgər mən Hüseyin ibn Ali salamullahi aleyh, əgər mən şərait yaratsam, beyət eləsəm, Yezid kimi bir dənə şərəfsiz ləyaqəti gəlb deyəcəm qabaqda nə oyunlar çıxardırdı. Elə bir şərəfsizin, alçağın, ləyaqətsizin hakimiyyəti üçün şərait yaratsam, onda Peyğəmbərin əmrinə birinci özüm qarşı çıxıram. Heç kəsə icazə vermir ki, Ali Əbi Süfyanın xilafətə gəlməyini təmin eləsin. Çünki onlara xilafət haramdır. Və taləl hədisu beynəhu və beynə Mərvan həttən sarəfə Mərvan və huvə qadban. Mərvan dedi, imam rədd elədi, sözün imam dedi, o rədd elədi. Bu cür söz aralarında söz mübadiləsi oldu. Ondan sonra Mərvan gördü ki, İmam Əleyhisselam onun sözünü qəbul etmədi və qəzəbli halda ayrıldı, çıxdı, getdi. Deməli, İmam Əleyhisselam tarixə düşən bir söz buyurur. Tarixdə iz buraxdı bu söz ki, Ələl-İslamisselam iz qəd buliyetil ümmətu bi ra'in misli Yazid. İslamın gərək Fatihəsi oxunsun, İslama əlvida salamı deyilsin.
Əgər Yezid kimi bir dənə şərəfsiz, alçaq, ləyaqətsiz hökumət başına keçib müsəlmanların rəhbəri olacaqsa və İmam Əleyhisselam heç vaxt buna razı olmazdı. İndi keçirik yavaş-yavaş bu şərəfsiz, alçaq nəslin bir tarixçəsinə baxaq. Kimdir bunlar? Babası Əbu Süfyan lənətullahi aleyh, İslamın ən qatı düşməni, Peyğəmbərə gələn bütün müharibələr, əksər müharibələr, hamısı da olmasa 90% müharibələrin səbəbkarı kim idi? Əbu Süfyan. Hərb ibn, nə bilim, Səxr. Aleyhi la'inullah. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm ürəyinə ən ağır dağ çəkən kim idi? Demək olar ki, bunun arvadı, Muaviyyənin anası. Hind la'nətullahi aleyha. Hind kim idi? Həmzənin qatili, yəni öldürtdürəni və Həmzənin ciyərini çıxarıb dişləyən. Bəzən görürsən ki, bəzi hallarda bəzilər utandığından bu söz demir, amma yeri gəlibsə gərək deyək. Bunlar o qədər şərəfsiz, o qədər alçaq nəsil idilər ki, mümkündür Peyğəmbərin qəlbin əmisinin ciyərini çıxarıb çeynəməklə yandırdı. Amma ondan pis yandırmaq deyirlər ki, Allah lənət eləsin o məlunə qadına. Çox-çox üzr istəyəm dinləyənlərdən də, sizdən də. Deyirlər ki, Həmzə Seyyid-i Şühəda salamullahi aleyhin övrətini kəsdi, qoydu sinəsinə. Mən bunu tarixdə oxumuşam, amma adətən xətiblər bu söz danışmırlar. Yəni, bu qədər bunlar alçaq, şərəfsiz. Ən azından bir qadına yaraşarmı ki, bir kişinin övrətini kəsib əlində oynatsın? Demək, bunlar bu qədər aşağı bir dənə nəsil idilər ki, yaxşı, ciyərini çıxartdığın intiqamın vardı. Məsələn, qardaşı, nə bilim, ata öldürmüşdü. Bir qadına, onu qadın da demək olmur, qadın simasında olan bir dənə şeytana yaraşar mı bir qadın özgə kişinin şeyini kəsib əlində? Demək, onda bunlar elə bu gündə bir dənə nəsil idilər. Əbu Süfyan, anası, həmən bu məlunə, Həmzənin qatili, onun ciyərini çıxardıb, övrətini kəsən məlunə. Muaviyyə kimidir? Muaviyyə də həmən məlun idi ki, 80 il Əli Aleyhisselama minbərlərdə lənət oxutdurdu və hər nə cür cinayət gəldisə əlindən törətdi. Səmurət ibn Condəb, Muxtarın qaynatası. Muxtarın birinci kinoda hamı tanıyırdı, artıq kinodan, filmdən tanıyırlar. Nariyanın atası, Səmurət ibn Condəb. Səmurət ibn Condəb Peyğəmbərin səhabələrindəndir, qoy deməyəcəkdim, amma gəldi. O, zulumatun ba'duha fawqa ba'd deyirə. Quran-ı Kərim danışanda dənizlərdən deyir ki, zülmətlərin biri digərin üstündədir. Hamısı qaranlıq, çirkin, iğrənc şeylə hamısı üst-üstə tökülüb. Bir-birinə. İmam Hüseyin minbərinə ehtiramən demirəm. Nəcis tapar, deyir ki, su çuxuru tapar. O eyni şeydir, hamısı bir-birini tapıblar. Həmən Səmurət ibn Condəb Muaviyyənin Bəsrə üzrə icra hakimi idi, valisi idi. Və yaxud da ki, valinin köməkçisi idi. Özü deyir ki, bir gecədən həm 40 neçə dənə Quran hafizinin başını kəsdi. Həm nə qədər adam öldürdüm, nə qədər qanlar tökdü Muaviyyənin əmri ilə. Öz sözüdür, mən demirəm, yəni tarixdə gələn sözdür. Səmurə nə deyir? Deyir ki, Vallah, ləv əta'tu Rabbi misl ma əta'tu Muaviyyə ma əzzəbəni qat. Əgər Rəbbimə Muaviyyə elədiyim itaati eləsəydim, məni heç vaxt cəhənnəmdə əzab eləməzdi. Yəni, nə dedisə, hamısını icra elədim. Bütün cinayətlər ki, törətdim, hamısını Muaviyyə lənətullahi aleyhin istəyi ilə törətdim. Həmən bu Muaviyyə aleyhi la'inullah gəlib qarşıdakı söhbətlərdə geniş bəhsi asacam ki, sual yadımızdan çıxmasın. İmam Hüseyin aleyhissalam onlarla razılığa getsəydi, Yezidin istədiyi beyyəti ona versəydi, onda nələr olacaqdı? Gələcəm, amma elə belə işarəsini eləyim ki, bir dənə söz deyim, keçirəm ki, mümkündür geniş bir şəkildə qalacaq. Gələcək qabaqda. Muaviyyə Səmurət ibn Condəbə lənətullahi aleyhima dedi ki, gəl sən denən, Peyğəmbər sahabəsi idi axı. Qoy bu söz qalsın o birisində deyəm, o iğrənc hərəkətlərindən biləsiniz ki, bunlar nə gün dedilər və İmam Hüseyin nə deyirdi, İslam'a salam verilsin. Səmurət ibn Condəb həmən şəxsidir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi və sələm ona cənnət vədəsi verdi, qəbulləmədi. Görün, bu iğrənclik, bu nə bilim, bu məlunluq nə həddə çatıb ki, Peyğəmbər insana cənnət vədəsi verə qəbulləmə, bu nə qədər alçaqlıqdır da, onu artıq hər kəsin özü düşünsün. Hadisə necə oldu? Səmurət ibn Condəbün kiminsə bağının içində bir dənə xurma ağacı var idi. İndi
yeri satmışdı, ağac qalmışdı orada nətərsə. Xülasə hər dəfə gedirdi xurma ağacın suvarmağa, nə bilim barın dərməyə, neynəməyə. Kişi də deyirdi ki, gəlmədi. Evdə məsələn qız var, gəlin var, başı açıq olurlar, həyətdən mümkün qıça açıq gəzirlər. Narahat eləyirsən. Deyir, yox, mənim ağacım vardı, mən gedəcəm suvarmağa. Gəldi şikayət elədi Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə ki, mən Səmurətə deyirəm ki, məsələn o ağacı sat ki, nə? Satmır mənə. Ya Rəsulullah, bəlkə sənin sözü eşidər. Aleyküm selam. Xülasə Səmurəni çağırdılar, gəldi Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin yanına. Dedi ki, ey Səmurə, filan kəs səndən şikayət eləyir ki, qapısında onun ağacın vardı, o ağacı sat ona, narahat eləmədə, cəmaatı gündə gedib narahat eləmə, dedi, yox, satmıram. Həzrət buyurdu ki, məsələn, deyək, harada Mədinənin harası deyirsən, məsələn, 10 dənə əvəzinə qəşəng xurma ağacı verirəm sənə, dedi, yox, istəmirəm. Nə bilim, bağ verirəm, istəmirəm. Həzrət buyurdu ki, cənnətdə sənə bütöv bir bağ verirəm, sənə vədə verirəm ki, cənnətdə bütöv bir bağı sənə verirəm ki, o kişinin narahat eləmədə, ver qoy, o pulla yapılsız, axır onun əziyyət eləmə, arvadı var, qızı var, gəlini var, həyətdə narahat eləyirsən. Dedi, yox, verməyəcəm. Həzrət Peyğəmbər qəzəbləndi və buyurdu ki, İzhəbu vəqli'uh, gedin çıxarın o ağacı tullayın, la darara və la dirara fil İslam, İslamda zərər vurmaq və zərəri qəbul eləmək yoxdur. Bu kişi, innəhu rəculun dar, İzhəbu vəqli'uh, la darara və la dirara fil İslam. Və həmən la darara qaydası da ilk hədis olar, bir neçə hədisdir, bir də həmən o yerdən qaldı ki, İslamda zərər vurmaq yoxdur. Yəni həmən bu məlunidir ki, hətta Peyğəmbərin cənnət vədəsini belə qəbul eləmədi. Başqa bir şey ki, qəsd eləyirlər, Peyğəmbərin zahirən səhv eləmirəmsə, Ədba adında bir dənə naqəsi vardı, dişi dəvəsi vardı ki, Peyğəmbər çox istəyirdi onu, çox belə deyirdi ona. O Peyğəmbərə məhəbbəti vardı, Peyğəmbər də ona məhəbbət eləyirdi. Yəni xüsusi bir belə deyirdi, yəni önəm verdiyi heyvanlardan idi. Peyğəmbər hamın deməyin ki, Peyğəmbər necə? Peyğəmbər sənin də Peyğəmbərin də, suyun da, dağın da, heyvan, hər şeyin Peyğəmbərdir. Peyğəmbər Allahın yer üzündə rəhmətidir. Ona görə o Peyğəmbərlə də bir əlaqə tapmışdı həmin o dəvə. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm gördü ki, qocalıbdı bu dəvəsi. Ondan sonra azad elədi. Dedi, minmirəm. Peyğəmbərə xatir hamı o dəvəyə ehtiram eləyirdi. Hansı evə gedirdi, hamı əzizləyirdi, öpürdü, təbərrük eləyirdi, yemək verirdi. Girdi, başını saldı səhvəm Səmurənin evinə. Götürdü bir dənə sümüyü, vurdu alnından, geçdi dəvənin alnı qanaxdı. Yəni, hətta heyvana da bu qədər bunlar, hamının ehtiram elədiyi heyvana belə bu qədər nə idi? Şərəfsizcəsinə davranır. Yəni, bunlar hamısı bu zibildilər. Zibil yığınıqdılar ki, Muaviyyənin ətrafı. Əsl bəhs yaddan çıxmasın. Dedim ki, sonraki bəhslərdə gəlib çıxacam ora ki, imam deyəndə ki, İslamın sifatəsi verirsə, bunlar nə gündə ailə idilər. Səmurət ibn Cöndəbə vədə verdi Muaviyyə ki, ey Səmurə, sən ki Peyğəmbərin səhabəsən, Allah lənət eləsin elən səhabiyyədə. Gəlsən, bu ayə ki, nazil olubdu, bəzi şəxslər barəsində ad deyirlər, filan kəsin barəsində ki, və minən nasi mən yu'cibuka. Bəqərə surəsi səhv eləmirəmsə 206-cı ayə deyə 205, 206, 207 həmən ayələrdir. Dalicəndə 208-ci ayədə səhv eləmirəmsə Əli əleyhissalamın ayəsi gəlir. Və minən nasi mən yu'cibuka qavlu fil həyatid dunya və yushhidullah ala ma fi qalbihi və huve ələddul xisam ayəsi. Və minən nasi mən yu'cibuka qavlu fil həyatid dunya. İnsanlardan bir dəstəsi var ki, onun dünyadakı sözləri sənin ürəyi oxşayır, xoşun gəlir. Və yushhidullah ala ma fi qalbihi və yalandan şəhadət verir ki, Allah şahidi qəlbində bundan yaxşı da var və huve ələddul xisam. Amma o içində ən şərəfsiz düşmənçiliyi, ən qatı düşmənçiliyi, qəddar düşmənçiliyi saxlayıb. Aleyküm selam. Və huve ələddul xisam. Sən gəl denən ki, bu ayə Əli əleyhissalamın, o demir Əli, mən deyirəm, Əli ibn Əbi Talibin barəsində nazil olub. Və qayıt denən ki, dalıcanda, ondan 207-208-ci ayədəki Əli əleyhissalamın Peyğəmbərin yerində yatmaq ayəsi var və minən nasi mən yəşir nəfsə ibtiğa mərdatillah. İnsanlardan bir dəstəsi var, Allahın razılığını alırlar. O ayədə İbn Mülzəmin barəsindədir. Səmurət ibn Cöndəbə yox deyə bilmərəm. Dedi ki, sənə 200 min dirhəm pul verirəm. 200 min dirhəm ağır bir məbləğdir. Yəni, təxminən 20 insanın qan bahası. 10 min dirhəm əgər bir insanın qan bahasıdır, 20 insan dedi, yox, eləyə bilmərəm. 300 min verirəm, razılar. 400 mində razılaşdılar. Peyğəmbərin adına yalan düzəltdi ki, birinci ayə, Nəuzubillah, Əli əleyhissalam barəsindədir o, İslamın qatı düşməni Əli əleyhissalamdır və Allahın razılığını qazanan da kimdir? Güya Nəuzubillah, İbn Mülzəm Muradi lənətullahi əleyhdir. Yəni, bunlar bu zibildilər, zibil yığınağı. Xülasə, hələ işimiz vardı. Nəysə, baba Əbu Süfyan, dedim, İslamın ən qatı düşməni, hansı ki, elə ki, hakimiyyət keçdi Osmana nə deyirdi? Deyirdi ki, tələqqəfu və tələqqufəl kurə.
bu hakimiyyəti top kimi bir-birinizə ötürün. Gəldi düşdü ayağınıza, əlinizə verməyin. Həmən Əbu Süfyandan əmələ gələn Muaviyə idi, bəzi şeylərini danışdım. Muaviyyənin arvadı həmən Məlunə idi, qissəsinə işarə elədim. Ətrafında Səmurət ibn Cöndə bir də əsas məsələn deyə o hökumətini idarə edənlərlə ya İbn Ziyaddır ki, mümkün elə qabaqda gələcək sözləri. Bizim əsas bəhsimiz Yezid üzərində. Amma istəyirəm ki, bir tanışlığımız olsun ki, bilək, bunlar nə gündədirlər, nə oyun çıxardırlar. Gəlir indi Yezidin barəsində. Yezid kim idi? Yezidin anası Meysun adında bir Hristiyan qadını idi. Hristiyan qadını idi, Hristiyan idi. Muaviyyəyə xəbər çatır, Muaviyyənin həmən vaxt artıq 52-53 yaşı var idi. Xəbər çatır ki, dədəsinin adı yadımdan çıxdı. Bəni Kilab qəbiləsindən, nəysə adı çıxdı yadımdan, filankəsin qızı Meysun ibn Cədlə bir dənəm nə idisə. Çox gözəl bir dənə qadındır, elədir, belədir. Tamahı düşdü, dedi, gedin alın gətirməcəm. Deyilənlərə görə Muaviyyənin evinə gələndə artıq gətirmişdi Yezidi qarnında. Atasının, məlun atasının bir qulamı vardı, onunla zina eləmişdi. Əslində Muaviyyənin evinə gələndə artıq Yezid anası Meysunun qarnında gəlmişdi. Xülasə bir müddət Muaviyyənin evində qalır, uşaq doğulur. Günlərin bir günündə Muaviyyə eşidir, gör ki, Meysun bədəvi ərəblərdəndir, çöl ərəblərindəndir. Çöl ərəblərdə şeirə xüsusi əlaqəsi vardır. 4-5 sətirli, 4-5 misralıq bir şeir oxuyur. Mənası olur ki, mən səhrada yaşamağın önəm verirəm ki, qohum əqrabamın filan kəsin yanında olum, nəinki Ələcül Ənif adında Muaviyyə üçün bir ləqəb qoşur. Ələcül Ənif, yəni belə də kobud, qaba və ələz, yəni xoşa gəlməz belə bu mənada. Bir kişinin qəsrində yaşamaqdansa şeir oxuyurdu, Muaviyyə də çöldən eşidirmiş. Bu sözü eşidəndən sonra Muaviyyənin acığı tutur, götürür bunu, boşayır və göndərir dədəsinin evinə və Yezidi də aparır özü ilə. Yezidi aparır özü ilə, gedir öz Hristiyan qəbiləsinin içində Hristiyan tərbiyəsində böyüyür. Hristiyan tərbiyəsində böyüyür. İtlə oynamaq, meymunla oynamaq, nə bilim, araq içmək, arağa dair şeirlər. Yenə deyirəm, mənim təxminəmdə mənim hesabımdan ki, yarım saat demişdim. 5-6 dəqiqə vaxtım var. Dedim, silsiləvi olabilsin danışdım. Ona görə də mümkün də elə səhifə geniş şəkildə qabaqda açılacaq ki, bu məlun nəsil nə oyun çıxardırdı və nələr edirlər. Xülasə, elə ki, dədəsi, yəni bir neçə yaşa çatandan sonra, 4-5 yaşa çatandan sonra Yezid, Muaviyyənin də oğlu yoxdur axı. Və hamı da bilir ki, yəni Muaviyyəyə nisbət verirlər Yeziddə, deyir, Muaviyyə oğlu Yezid. Və ehtimal olunur ki, qaidətül firaş əsasında nisbət vermişdilər. Nə deməkdir qaidətül firaş? İslamda bir qaydamız vardı. Əl-vələdu lil-firaş və lil-ahiri həcər. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm məşhur rivayətdir ki, sünnişi hamı nəqli və hamısı da qəbul edib. Uşaq döşəyindir, yatağındır və fahişə isə daşqalaq olunmalıdır. Ahir yəni fahişə. İstər kişi olsun, istər qadın olsun, pozğun isə daşqalaq olunmalıdır. Mümkündür bu rivayətə əsasən Yezidi nisbət verdilər Muaviyyəyə ki, Muaviyyənin oğlu çıxartdılar. Çünki nədir? Onun yatağında, onun döşəyində doğulmuş deyil, Muaviyyəyə nisbət verdilər. Məsələn deyirlər ki, Muaviyyənin oğlu deyildi, həmən o qul ki vardı, atasının qulu, Meysunun atasının qulu vardı, ondan idi. Xülasə Muaviyyənin ki başqa oğlu yox idi, məcbur qaldı hansısa bir yolla və zahirən onun evində doğulmuşdu, öz oğlu kimi tələb elədi. Tələb elədi və anası da, Meysun da etiraz eləmədi, uşağı götürdü, verdi. Elə ki, gəldi atasının xarabasına, sarayına və başladı ki, təsəvvürlər onsuz da pozğun içində böyüyən biraz da atasının belə deyək, yəni ərköyün uşağı hər nə istədi, qızdan, gəlindən, oğlandan, qızdan, yeməkdən, içməkdən, araqdan artıq Muaviyyə demək olar ki, bütün qapıları açdı. Qapıları açdı, oxuyacam, yəni elə sözlər deyəcəm ki, adam doğrudan, baxırsan ki, yəni doğrudan bir nəfər bu cür iyrənc hərəkətləri ilə ləyaqəti varmı ki, Peyğəmbərin kürsüsünü iddia eləsin ki, mən müsəlmanlara xəlifəyəm? Xülasə elə ki, Muaviyyə görbacor oldu, neçə nəfər üçün məktub yazmışdı ki, bunlar beyət eləməlidirlər. Biri də ki, İmam Hüseyin əleyhissalamdır. Biri Əbu Bəkirin oğlu Muhammed Abdullah idi, biri Yezidin oğlu Ömər idi, biri
Zübeyrin oğlu Abdullah'dır. Bir də ki, Əli Əleyhisselamın oğlu İmam Hüseyin Əleyhisselam ki, bu 4 nəfərdən beyət alınmalı. Xülasəm, bunlar üçün əsas, yəni belə deyək, həmən dövrdə ikisi xəlifə oğlanları idi. 2 nəfər, yəni Əbu Bəkirin oğlan, Ömərin oğlanlar üçün onların hakimiyyəti qəbul etməsi, Yezidin hakimiyyətini qəbul etməsi və Yezidə beyət eləməsi Yezidin hakimiyyətinə sünni dünya üçün böyük bir dənə nə idi? Avantajıdır, bir dənə şərait yaradırdı, bir dənə imtiyazıdır ki, dərhal deyəcəklər ki, məsələn, biz ki, Əbu Bəkir, Öməri özümüzə ağa bilmişdik, xəlifə bilmişdik, onların nəzərində düz peyğəmbər xəlifəsi görürdülər, onların oğlanları beyət elədirsə, artıq nədir? Demək, o düz imiş, Yezidin hakimiyyət düzmüş. Bu 2 nəfər üçün sanki ehtiyacı var idi sünni dünyasını əldə eləmək üçün. Şiə dünyasını əldə eləmək üçün kimə ehtiyacı vardı? İmam Hüseyin Əleyhisselama. Bir dənə də müxalif vardı, o kim Zübeyrin oğlu idi. Gör necə proqram necə çəkilir? Muaviyə şeytandır, təmiz şeytanıdır. Bilirdi ki, bu 4 nəfər əgər beyət eləsə Yezidə, ikisi xəlifə oğlanları idi, biri, daha doğrusu 3'ü xəlifə oldu, biri Əli Əleyhisselamın oğlu, yəni qabaqçı xəlifələrin 3'ünün oğlu, bir də ki, Zübeyir ibn Əvvamda ki, yəni, İslam tarixində özünə görə ad qoymuş bir şəxsdir. Mənfi qəhrəman olsa, yəni balaca bir şəxsiyyət deyildi. Zübeyrin də oğlun bilirdilər ki, Əli Əleyhisselamın müharibəsinin səbəb kim idi? Abdullah ibn Zübeyir idi, elə belə bir adam deyildi. Hansı ki, sonradan da Yezidin müqabilində xilafət iddiası elədi və Muxtarın kinosunda geniş şəkildə görmüsünüz. Ona görə bu 4 nəfərdən beyət alınmalıydı. Yazdılar, göndərdilər və mən istəmirəm beyət məsələsini dəfələrlə xətiblərdən eşitmişsiniz və danışıblar. Mənim hissəni yönəltmək istədiyim başqa bir şeydir. Yəni Bəni Üməyyənin cinayətləri və Bəni Üməyyənin iyrənc hərəkətləri. Nəysə İmam Hüseyin Əleyhisselamla beyət istədi və hədisi də əvvəlcədən oxudum. İmam Hüseyin Əleyhisselam qəbul eləmədi. Mərvanla həmən məclisdə nələr oldu? Sonraki bayaq oxuduğum hədisdə. Əl-mühim. Xülasə iş o yerə gəldi ki, bunlar hicrətin 1-ci ilində, Yezid hakimiyyətinin 1-ci ilində tarixin ən böyük cinayəti olan Kərbəla vaqiəsini törətdi. Kərbəla vaqiəsindən sonra 2-ci ildə ən dəhşətli cinayət olan Hərrə hadisəsini, Vaqiət-ül Hərrə deyirlər. Vaqiət-ül Hərrə nə idi, nə təhər idi, hadisə necə başladı, necə qutardı, inşallah saxlayıram gələn söhbətə və o ki, dedim, Muaviyyənin və Yezidin ki, qara delasın, qara mələffin açacağım ki, açıq aşkar, Abdullah ibn Hanzalənin rivayətindən, sözündən ki, nə oyunlar çıxardır və necə gördü, nə təhər elədi, inşallah sabahki söhbətimiz. Amma bir balaca zikir müsibət eləyək, ondan sonra inşallah minbərdən düşərim. Bu günlər eyni zamanda ki, mənfi qəhrəmanların zikr olunmalı günü və onlardan, belə deyək də, onların o mənfi hərəkətlərini nifrət eləyib, onlara oxşamamağımız yerinə düşər. Eyni zamanda da müsbət qəhrəmanları da xatırlayıb, onları özümüzə örnək götürməliyik. Bəzi hallarda, məsələn, deyə biz, tutaq ki, məsələn, Həzrət Qasım Əleyhisselamla, Əli Əkbər Əleyhisselamla, İmam Əleyhisselamla, ya imam balalarla, ya qardaşlarla danışanda dərhal insanın zehninə gələn budur ki, onlar Peyğəmbər ailəsidirlər. Biz istəsək də, nəsil nəcabətimiz də fəzilətimiz, bir tükü olmaz, bir dırnağı ola bilməli. Bu vaqiədir, həqiqətdir. Yəni, biz kimi ki, Peyğəmbər ailəsinə, Peyğəmbər balalarına yaxın olar. Amma imamın əshabı ki, olar Peyğəmbər balası, o sənin kimi adamlardılar. Ona görə də ən azından Kərbəlada o adi insanlar ki varlar, yəni Bəni Haşimdən, Ali Haşimdən deyildilər. Onların həyatı da bizim üçün bir dənə örnəkdir. Ona görə istəyirəm ki, imamın qəhrəmanlarının ikisinin hadisəsinə bir balaca işarə eləyəm. Ondan da minbərdən yenəm. Biri Abis ibn Şəbibi Şakiri idi. Rıdvanullahi aleyh, selamullahi aleyh. Abis bir kişiydi ki, yaxşı qılınc vuran kişiydi. Küfənin sayılıb seçilən qılınc vuranlarındandır. Tarix yazır ki, dedi, ya Əbu Abdillah, cürbəcür sözlər deyib, onda həmən söz məsələn deyib ki, 1000 dəfə də sənin yolunda öldürürsəm hazıram. Nəysə imamdan icazə istədi, Həzrət icazə verdi, getdi döyüşə. Deyir ki, döyüşdü, elə şücaətlə döyüşür, qabağını keçəni doğruya keçir. Ondan sonra deyir ki, nətər qəzəblənirsə, çıxartdı dəmir zirehləri, atdı mənə. Bir nəfər buradan yuxarı, uşaqdan yuxarı lüt. Düşmənin qılıncı, nizəsi, oxunun qabağında. Deyir, qayıtdı yerdən onu tanıyanlardan ki, Əcunintə ya Abis, Abis dəli olmusan. Ustadlardan birinə eşitmişəm, özüm tarixdə görməmişəm. Ustadlarımızdan biri Suriyyədə deyir ki, Abis qışqırdı, deyir ki, əma fikum rəcul, kişi yoxdur çıxsın qabağıma, hamısı qorxusan, deyir ki, o
heyvandan qorxan sürücü qaçar canavardan, o cür qaçırlar abisinin qabağında. Gördü ki qaçırlar qabağında döyüşə gəlmirlər, çıxartdı dedi, yaxşı mənim döyüş paltarından qorxusu çıxartdım, attım bu tərəfə. Əmə afikum rəcul, kişi yoxdur arozda çıxsın qabağıma. Kənardan dedilər ki, əcunintə ya abis, abis dəli olmuşsan, dedi ki, əcənnəni hubbul Hüseyin. Hüseyin eşqi məni dəli eləyib. Və döyüşdə şəhid oldu. Əcənnəni hubbul Hüseyin. Hüseyin eşqi məni dəli eləyib. Hüseyinə aşıq olandan sonra da bu dünyada artıq ləzzət qalmır. Bu bir imamın döyüş komandirlərindən ya böyüklərdən biri idi. İndi keçək, imamın ən belə deyəydi, yəni bizim adi baxışına baxanda, Allah baxışına, Allah'ın bundan çox yuxarılı. Adi baxışına baxanda xidmətçi evin ən aşağısı sayılırdı. Xadim, süfrə sərir, süfrə aparır, imamın heyvanlarına baxır. Zon, imamın qara qulu. Həzrət Əbu Zər Rıdvanullahi əleyhin qulu idi. Əbu Zər şəhid olandan sonra Rəbəzədə getdi Əli əleyhissalamın evinə və İmam Hüseyin əleyhissalamın xidmətində oldu. Əsli Əbu Zərin qulu idi. İmam əleyhissalam elə ki döyüşçülərini göndərdi. Qayıtdı Zona, dedi ki, ey Zon, sən bütün bu neçə illər bizim xidmətimizdə olmuşsan. Bunların səndən iş yoxdur, sən bir dənə xidmətçisən, qaraqulsan, xidmətçisən. Qaraqul mən deyiləm, imam ona qara demir. Sən bir dənə xidmətçimizdin, bütün bu neçə illəri xidmətimizdə Allah səndən razı olsun. Allah səndən köməyin olsun. Bunların səndən işi yoxdur, çıx get, özü ölümə vermə. Zon nə dedi? Dedi, ağa, o rahat günlərdə süfrözün qırağında yaxşı yeməklərlə yedim. Məni adam yerinə qoymurdular. Mən qul olan vaxt nə qədər məsələn deyə Əbu Zərin evinə gəlməmişdim. Məni heyvanlarla axırda yatırdırdılar. Tövlədə yatırdırdılar. Mən sizin evdə kəramət gördüm. Məni sizin evdə süfrənin yanında insanlarla oturtdular. Sizin evdə mən insanlığın dəyərini gördüm. Bütün yaxşı vaxtda sənin süfrən yaxşı yeməklərin yeyim. Amma çətin vaxtında sizi atım gedim. La vallah. And olsun Allah ki bu heç vaxt olmaz. Nə qədər ki bu qara qanım sizin pak qanınıza qarışmayıb səndən əl çəkmə mənə. İcazə ver, mən də döyüşə gedim. İmam buyurdu ki, mən sənə rahatlıq istədim. Əgər sən də şəhadət istəyirsənsə yol açıqdır. Zon girdi döyüşdü. Zon girdi döyüşdü. Şəhid oldu. İmam gəldi. Necə ki Əli Əkbər əleyhissalam baş üstə gəlirdi. Gəldi Zonun başı üstə. Zonun başını sığalladı. Buyurdu ki, Allahümmə beyyid vechə və tayyib rihə və hşurhumə Muhammedin və ali Muhammed. Allah'ım Zonun o qara rəngini ağappaq elə. Onların bədəninə bir iyi gəl. Onun iyisini gözəlləşdirib onu Muhammed və ali Muhammedlə məhşur elə. Bəzi nəqillərdə də gəlibdir ki, şəhidlərin, meyitlərin yığanda ki, nəşlərin yığanda görülə bir qəribə bir iyi gəlir. Allah bu iyi hardan gəlir? Yavaş yavaş gəlirlər, görürlər ki, imamın duası təhəqqüq tapır, həmən ətir. Zonun nəşindən qalxır ki, Həzrət buyurmuşdu, Allahümmə tayyib rihə. Allahım Zonun rihin, onun gözəl qoxusun biraz, o qoxusun gözəlləşdir yine. Əla la'natullahi aləl qavmil zalimin fəsəyələmullezine zalamu əyyəmun qələbin yənqəlibun. İlahi Pərverdigara səni and verir Hüseynin ehtiramına, Hüseynin balalarının ehtiramına, onun əshabının ehtiramına, hər kəsin nə arzusu, nə istəyi, nə hacəti var, rəva elə. Elhamdülillah Rabbil aləmin. Esselamu aleykum.